Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 24 may 2026 tarixində 11-ci sinif dərsini keçirmiş olan 2-ci blok qəbul imtahanında düşən riyaziyyat suallarına izahını verəcəm. Birinci sualda deyir ki, A parametrinin hansı qiymətində tənliyinin kökləri qarşılıqlı tərs ədədlər olar. Qarşılıqlı tərs ədədlər hasili 1-ə bərabər olan ədədlərə deyilir. Bu da kvadrat tənlikdir. Kvadrat tənlikdə köklər hasili Viet teoreminə görə C bölünsün x kvadratın qarşısında duran əmsala 3a üstəgəl 4 bölü a bərabər olmalıdır deməli 1-ə ki, bunların kökləri hasili 1 olsun. Buradan 3a üstəgəl 4 bərabərdir. Tənasüblə a-nı 1-ə vururam a-ya. A keçir bu tərəfə. 3a açıq a bərabərdir. 4 də keçir digər tərəfə. Mənfi 4-ə. 2a bərabərdir mənfi 4-ə. A da bərabərdir mənfi 4-ü 2-yə bölürəm. Mənfi 2-yə. Deməli, A-nın mənfi 2 qiymətidir. Doğru cavab D variantı. İkinci, bərabərsizliyi həll edin. Loqaritmik bərabərsizlikdir. Buradan loqaritmə kvadratı x plus LG x 2-ni də keçirdirəm. İşarəsini dəyişib sol tərəfə çıx ki, bərabərdir 0. Gördüyünüz kimi burada LG-nin kvadratıdır. Burada da LG özü dayanıb. Bu halda biz LG-yə bir T əvəzləməsi versək, tənliyimiz olacaq belə. T kvadratı üstəgəl T çıx ki, bu da böyükdür 0-dır da. Böyükdür 0 yazaq. Daha sonra köklərini tapsaq, T'nin diskriminant Viet'ə görə də tapmaq olar. Belə də diskriminantı da hesablamaq olar. B kvadratı çıx 4AC. 4-ü mənfi 2 varında 8 edir. 9. T1-i tapsam, əks işarə ilə B mənfi 1 üstəgəl 3 bölü 2 1. T2-miz də olur. Mənfi 1 çıx 3 bölü 2. Bu da eləyir mənfi 2. Deməli, köklərimiz mənfi 2 və 1-dir. İnterval çəksək, mənfi 2 və 1 aralığında. Yəni, bunu elə belə vurğulara ayıraq. Elə onun üzərində göstərim. Deməli, bunun vurğulara ayrılması T üstəgəl 2, T çıx 1 olacaq. Böyük olmalıdır 0-dan. T'nin yerinə, deməli, bizdə LGX-dır da. LGX-i gətirib qoyuram. Biz LGX-ə əvəzləməsi vermişik axı. Böyükdür 0-dan. Burada hansı aralığa düşür? İntervalla baxaq. Mənfi 2, 1. Birdən böyük qiymətlərdə burada yerinə qoyub işarə təyin edirəm müsbət. Mənfi 2, 1 arasında mənfi. Birdən böyük qiymətlərdə, deməli, birdən böyük qiymətlərdə də müsbət olur. Bizdən müsbət aralıq istəyir. Ona görə bu hissələri götürürük. Belə görünür ki, LGX kiçik olmalıdır mənfi 2-dən. X kiçikdir. Bu LG-nin aşağısı 10-dur. 10 üstü mənfi 2. Yəni, x kiçikdir 0,1-dən. Və LGX böyükdür 1-dən. X də böyükdür. Bunun yenə aşağısı 10-dur. 10 üstü 1, yəni 10-dan böyük olmalıdır. Belə. X deməli, bir şeydə amma diqqət eləməliyik ki, X LG-nin daxilində dayanıb da. Biz bilirik ki, burada dayanan ədəd həmişə 0-dan böyük olmalıdır. Yəni, mənfi ola bilməz. Ona görə də həllimiz mənfi sonsuzluqdan 0,1-ə qədər yox, 0-dan 0,1-ə qədər birləşir 10 müsbət sonsuzluq olacaq. Belə. Doğru cavab D variantı. Baxaq növbəti suala. Növbəti sualda 3-cü sualda bərabərsizliyini həll edin deyir. Baxıram, məxrəc kvadratdır. Düzdürmü? Məxrəc onsuzda x-ə istənilən nə qiymət versəm, müsbət olacaq. Amma x-a 1 verə bilmərəm. Çünki 1 məxrəci 0 çevirir. Yəni, 1-dən fərqli götürməliyəm. Yəni, cavab nə olsa 1-dən fərqli götürəcəm. Sonra, baxıram surətə. Burada modul veribdir. Modul da bildiyim kimi həmişə müsbət olur. Burada bir üslü funksiya verib. Üslü funksiyada x-in yerinə nə qoyuram qoyum. Həmişə onsuz da müsbət olacaq. Qalır bir dənə bu. Kvadrat tənlik.
x kvadratı çıx x plus 5. Deməli, bu nə olmalıdır? Kiçik bərabərdir 0 olmalıdır ki, bu bərabərsizlik ödənsin. Bir dənə x-in, bax burada modul var ha. Bu modul x-in 2 qiymətində 0-a çevirir. Yəni bu modulda x-in yerinə 2 qoysam, 0-a axı kiçik bərabər 0 qoyub, yəni 0 da ola bilər. Ona görə x-in 2 qiyməti də bu tənliyin həllidir. Yəni daxil eləyəcəm bunu da. İndi baxaq kvadrat tənliyimizə. Diskriminant hesablasaq, b kvadratı çıx 4ac. 4-ü vuranda 5-ə eləyir -20. Oldu? -20 deyəndə, yəni çıx 20 yazmalıyam da. -19. Diskriminant necə oldu? 0-dan kiçik oldu. Diskriminant əgər 0-dan kiçikdirsə və mənim x kvadratın qarşısında duran əmsal da müsbətdirsə, onda bu halda bu kvadrat tənliyi həmişə müsbət qiymətlər alır. Həmişə müsbət qiymətlər alır. Yəni 0 da ola bilmir də, ancaq müsbət qiymətlər alır. Yəni qrafiki bax bu şəkildə apsis oxunun və deməli apsis oxunu kəsməyən bir qrafik olur. Həmişə müsbət qiymətlər alır. İndi həmişə müsbət qiymətlər aldı. Belə. Yəni bu heç vaxt mənfi ola bilməz, 0 ola bilməz. Deməli bir dənə tənliyin yeganə kökü var. O da 2-dir ki, bu tənliyin 0-a bərabər edən qiyməti olur. Doğru cavab E variantı. Növbəti sualam. 4-cü. ABC üçbucağında AB bərabərdir BD-yə. Baxaq, AB bərabərdir BD-yə. Sonra AC bərabərdir BC-yə. AC hardadır? AC. Bura bütövlükdə BC-yə, yəni bu hissəyə bərabərdir. Bütövlükdən söhbət gedir. AD 3-dür. Bu bura 3-dür. DC 9-dur. Bu hissə 9-dur. ABC üçbucağının perimetrini bizdən istəyir. AD 3-dür. DC 9-dursa, deməli AC-nin ümumilikdə uzunluğu 12-dir. AC-nin ümumilikdə uzunluğu 12-dirsə, onda BC-nin də ümumilikdə uzunluğu 12-dir də. Axı BC AC-yə bərabər idi. Bu da 12-dir. Sonra bu hissələri müəyyənləşdirdik. Deməli, bu üçbucağın da oturacağı 3-dür və bərabər yanlı üçbucaqdır. Bu bucağa bir alfa desəm, bu bucağa bir alfa desəm, bu da alfadır, ona bərabər yanlı olduğuna görə. Və AC BC-yə bərabər olduğuna görə bu ümumilikdə bu üçbucaqda bərabər yanlıdır. Yəni bu alfa olanda bu da alfadır. Bu alfa olanda bu da bütövlükdə alfadır. İndi alfa, bu da alfadır. İndi nəyə baxmaq istəyirəm? Buna da bir beta desəm, bu təpə bucağına beta desəm, onda böyük ABC üçbucağının bucaqlarına fikir verin. Alfa betadır. Və onun daxilində olan bu üçbucağa da fikir versək, onun da bucaqlarının 2 dənəsi alfa-alfadırsa, mütləq deməli, bu bucağı da bunun betadır. Və onda bu üçbucaqların 3 dənə bucaqları eyni oldu. Deməli, bu üçbucaqlar oxşardır. Bu üçbucaqlar oxşardırsa, deməli, oxşardır daxildəki A, burada B bucağı yazmışamsa, D, B-yə. Bir dəqiqə, elə bucaqları yazmalıyam ki, bəli, eyni olsunlar da onlar. Bəli, B, A, D, B-yə. Burada nə yazmışdım? A, B, C-yə. Bəli, doğru yazdıq. İndi, bu üç bucaqlar oxşardırsa, uyğun tərəflərin qarşısında duran tərəflərin nisbətləri bərabər olmalıdır. Uyğun bucaqların qarşısında duran. Buna bir x desəm, bir dənə bunun içərisini silim, aydın görsənsin də mən nədən danışıram. Bucaqları bir də yazaq. Deməli, bunun içərisi betadır. Bu bütövlükdə özü alfadır. Bu bucaq da alfadır, bu bucaq da alfadır. İndi, bu A, D, B üçbucağında alfanın qabağında duran tərəfin, yəni x-in
ABC üçbucağında alfanın qabağında duran tərəfə, yəni 12-yə nisbəti bərabərdir. ADC üçbucağında betanın qarşısında duran bu tərəfin, yəni 3-ün böyük üçbucaqda ABC üçbucağında betanın qabağında duran tərəfə, yəni x-a nisbətinə. Və tənasüblə buradan həll edirəm. X kvadratı bərabərdir 36-ya, x də bərabərdir 6-ya. Tapdım ki, deməli bu tərəfin də uzunluğu 6-dır. İndi perimetr istəyir də bütün tərəfləri toplamalıyam. 24 üstünə 6 gələndə doğru cavab eləyir 30. E variantı. Baxaq növbəti suala. Buranı təhsilim. Növbəti sualda deyir ki, m və n natural ədədlərdir. Bu hasilinin sonuncu rəqəmi 1 olarsa, m plus n cəminin ən kiçik qiymətini tapın. Deməli, baxaq, belə baxaq. 3-ün qüvvətlərinin gəl son rəqəminə baxaq. 3 üstü görüm neçə dəfədən bir period eləyir. 3 üstü 1, 3-dür. 3 üstü 2, 9-dur. 3 üstü 3, 27-dir. Sonu 7 ilə qutarır. 3 üstü 4, 3 də 7-yə vuranda sonu 1 ilə qutarır. 4 dəfədən bir period edir bu. 7-nin qüvvətlərinə baxsam, 7 üstü 1, 7, 7 üstü 2, 9 ilə qutaracaq. 7 üstü 3, 9-u 7-yə vuranda 63, 3 ilə qutaracaq. 7 üstü 4, 3'ü 7'ye vuranda 21. 21 ilə qutaracaq. Bu da 4 dəfədən bir period edir. Və mənə deyir ki, bu hasilin sonuncu rəqəmi 1-dir. Görək, hansı hallar olarsa, bunları bir-birinə vuranda sonu 1 ilə qutarar. Əgər bu 3 üstü, yəni 3-ün qüvvəti 3 ilə qutarıb, 7-nin qüvvəti 7 ilə bitsə, bəli, bunların hasili 1 edər. Həmçinin 3-ün qüvvəti 7 ilə qutarıb, 7-nin qüvvəti 3 ilə qurtarsa, bunların hasili 1 edər. 9 ilə 9 ilə də qurtarsa hər ikisi, hasili 1 edər. Və hər ikisi 1-1 ilə qurtarsa, yenə hasili son rəqəmi 1 olar. Deməli, bunların qüvvətləri nədir? İndi bunu baxaq. 3 üstü parçalasaq. 3 üstü 16 vur 3 üstü 5'im vurulsun. 7 üstü 4 vurulsun. 7 üstü 3'in kimi yaza bilərəm. Parçaladım bunu. 3 üstü 16. 16 4'ün tam vurğudur da. Yəni 16'nı 4'ə vuranda qalıq 0 qalır. Yəni bunun son rəqəmi 1'dir. Yəni 3 üstü 16'nın son rəqəmi həmişə 1'dir onsuz da. 7 üstü 4 də yenə son rəqəmi nədir? Həmişə 1'dir. Yəni bunlar getdi. Bunlara baxmıram. Mən baxıram 3 üstü 5'ə, bir də 7 üstü 3'ə. Yəni baxacağım bunlar olacaq ki, bunların son rəqəmi vuranda 1 eləsin. İndi baxaq. Deyir ən kiçik qiymətini tap da, m-lə n-in ən kiçik qiymətini tap. M-ə ən kiçik, deyək ki, 1 verək. Yəni cəmim ən kiçik olsun deyə çalışıram ki, bu m-ə ilə ən kiçik qiymət verəm də. M-ə ən kiçik 1 versəm, bu eləyəcək 3 üstü 5. 3 üstü 5, 3 üstü 5'in son rəqəmi nə ilə qutarır? 4'ə böləndə qalıq 1 qaldığına görə 3 ilə qurtarır. Deməli, bunun son rəqəmi 3 ilə qurtaracaq. 3'ü 3 ilə qurtarırsa, deməli 7'nin son rəqəmi 7 ilə qurtarmalıdır ki, bunları bir-birinə vuranda sonu 1 eləsin. Onda 7 üstü 3 endirsə, bunun son rəqəminin 7 ilə qurtarması üçün 4'ə böləndə qalıq 1 qalmalıdır. Yəni bu 3-ni n-in yerinə elə rəqəm verməliyəm ki, 4'ə böləndə qalıq 1 eləməlidir. O da 3'ü 1'ə vuranda 3 eləyir, 4'ə böləndə qalıq 1 eləmir. 3'ü 2'yə vursam 6 eləyir, 4'ə böləndə qalıq 2 eləyir. 3'ü 3'ə vursam 9 eləyir, bəli, 4'ə böləndə qalıq 1 eləyir. Deməli, n-in də yerinə 3 qoysam, bu 7 üstü 9 olar və 4'ə böləndə qalıq 1, yəni son rəqəmi 7 olar. Onda 3 ilə də 7'nin hasili bizə 1'i verər. Belə, deməli, m-in qiyməti 1, n-in də qiyməti 3 oldu. 1'in də üstünə 3 gəlirəm, cavab edir 4. Doğru cavab B variantı. Baxaq növbəti suala. K-nın hansı ən böyük tam qiymətində parabolasının təpə nöqtəsi 4-cü rübdə yerləşir? Kvadrat funksiyadır. Parabolanın təpə nöqtəsi 4-cü rübdə yerləşsin deyir.
Təpə nöqtəsinin 4-cü rübdə yerləşməsi üçün x kvadratın da qabağı müsbət olduğuna görə hadisə belə bir qrafikdir də. 4-cü rübdə yerləşməsi üçün bunun deməli təpə nöqtəsinin apsisi, yəni m-in qiyməti müsbət, təpə nöqtəsinin ordinatı, yəni n-in qiyməti isə mənfi olmalıdır. Onda n-in düsturu 4ac çıx b kvadratı böl 4a-dır. M-in də düsturu mənfi b bölünsün 2a-dır. Deməli, bu müsbət olmalıdır, bu isə mənfi qiymət olmalıdır. İndi qiymətlərin yerinə qoyaq. N-in üçün yazıram 4 vurulsun, a vurulsun c. A-mız 1-dir, yəni x kvadratın qabağı 1-dir də. C-mizdə k kvadratıdır. 4k kvadratı çıxılsın. B-nin kvadratı. B-miz nədir? 2k çıx 5-dir. Vursam 2k çıx 10'dur da. Yəni 2k çıx 10'un kvadratı, elə birbaşa yazsam, bölünsün 4a, yəni 4-ə. İndi bunu həll eləsəm, 4k-nın kvadratı çıxılsın. Müxtəsərə görə bunu açıram. A-nın kvadratı, yəni 4k-nın kvadratı çıxılsın. 2 vur 10, vur 2 misli 20k. Prosta qarşıdakı mənfiyə görə üstə gəl 20k yazacağam. Üstə gəl 100'dür. Qarşıdakı mənfiyə görə çıx 100 yazacağam. Bölünsün 4. Kiçik olmalıdır 0-da. 4k kvadratlar getdi. Deməli 20k çıxılsın 100. Kiçik olmalıdır 0-dan. 20k kiçik olacaq 100'dən. K da kiçik olacaq 100'ü 20'ye böləndə 5'dən. K deməli 5'dən kiçik olmalıdır. Sonra m-i yazaq. M də ödənməlidir də. Mənfi b, mənfi. B-miz nədir? 2k çıx 5 bölünsün 2a-mızda 1-də getdi. 2'lər ixtisar getdi. Deməli k çıxılsın 5 kiçikdir 0-dan. Niyə kiçikdir 0-dan yazdım? Qarşıdakı mənfiyə görə işarəni dəyişdim. O mənfini də atdım. K da kiçikdir 5'dən olmalıdır. Deməli k 5'dən kiçik olmalıdır. Görürsünüz, hər ikisində eyni işarəti aldım. K 5'dən kiçik olmalıdır ki, bu parabolanın təpə nöqtəsi 4-cü rübdə yerləşsin. K-nın hansı ən böyük tam qiymətində soruşur. 5'dən kiçik ən böyük tam qiymət 4'dür. Doğru cavab B variantı. Növbəti 7. İfadəsini sadələşdirin. Deməli, bu ifadəni necə sadələşdirək? Sadələşdirin deyir də. Məxrəcin qoşmasına vuraq. Sürət və məxrəci. 2 çıx i-yə. 2 plus i-yə vururam. Həm sürət, həm məxrəci. Olacaq. Sürəti vurub açsam birinci. Gəlin birinci sürəti vurub açaq. Sonra bəlkə ehtiyac olmayacaq heç qoşmaya vurmağa. Baxaq. Sürəti vurub açaq. 1-i 3'ə vuranda 3. 1-i i-yə vuranda i. 2-ni 3'ə vuranda 6i. 2-ni i-yə vuranda 2-nin kvadratı. Aha, i kvadratı mənfi 1 verir. Ona görə bura i kvadratını atıram. Üstə gəl 2 yazacağam. Üstə gəl 2 yazacağam. Bu da i'dir də. İndi sürəti hesablasaq. 3-ün üstünə 2 gələndə 5. i-dən 6'ya çıxanda mənfi 5i. Məxrəcə də 2 çıxılsın. i var. Sürəti düz açdıq da elə. 3 üstə gəl i. Çıx 6i. Çıx 2'nin kvadratı. 2'nin kvadratı mənfi 1 üstə gəl 2. Belə. İndi məxrəcin qoşmasına vurum da, geçsin məxrəc. 2 çıx i, 2 üstə gəl i-yə vururam. Həm sürət, həm məxrəci. Burada 5'imi örtəcə xaricinə çıxardım. Nədə çıxartmayaq da vurub açacağım onsuz da. 5 çıxılsın 5 i-ni. 2 üstə gəl i-yə vururam. İndi sürəti vurub açım yenə. 2'ni 5'ə vuranda 10. Üstə gəl 5 i. Çıx 5 i-ni 2'yə vuranda 10 i. 5 i-ni i-yə vuranda çıx 5 i-nin kvadratı. Məxrəcə də a çıx b, a plus b düsturuna görə 2 vur 2, 4. Mənfi vur i, mənfi i-nin kvadratı. Mənfi i-nin kvadratı eləyir. Üstə gəl 1. 4 üstə gəl 1. Bu məxrəc. Mənfi i kvadratını yenə mənfi 1 qoydum. Sürəti sadələşdirsək. i kvadratını yenə mənfi 1 qoyuram. Burada üstə gəl 5 olur. Onun üstünə 5 gələndə 15. 5 i-dən 10 i çıxanda mənfi 5 i. Məxrəcim elədi 5. Sürətdən də 5'in mörtəzə xaricinə çıxartsam 3 çıx i-yə. 5'lər ixtisar getdi. Cavab qaldı 3 çıx i. Doğru cavabımız 3 çıx i olacaq. D variantı. Baxaq növbəti suala. B üstündə necə verib? 5'də 3 bərabərdir. A üstündə 4'də 1'ə. B üstündə 5'də 6'nı 5'də 6'da yəqin ki A ilə ifadə edin deyir. 5'də 6'nı ifadə elə deyir. Mən də 5'də 3'ün qiymətini bilirəm. Onda bunu kvadrata yüksəltsəm,
5-də 3-ü 2-yə vuranda 5-də 6 eləyir də. Bunu da kvadrata yüksəltsəm, olacaq belə. B üstü 5-də 6 bərabərdir. A üstündə 4-də 1-i 2-yə vuranda 2-də 1. Yəni A ilə ifadə edin. B üstü 5-də 6, A üstü 2-də 1 deməkdir. Doğru cavab E variantı. Baxaq növbəti suala. 9-cu. ABC üçbucağında A, B, C. AB 5'dir, BC 12'dir. BA vektorundan BC vektorunu çıx deyir. Uzunluğunu tapdım. BA vektoru çıxılsın BC. BC vektoru. BA vektorundan BC vektorunun çıxılmasının uzunluğu elə AC vektorunu bizə verir. Çünki hər ikisinin təpə nöqtələrini, vektorlarını birləşdirib, son nöqtələrinin birləşməsi bizə onların çıxmasını verir. Yəni bu elə AC deməkdir. Səndən elə AC-ni tap deyir. B də 90 dərəcəyə bərabərdir. Düzbucaqlı üçbucaqdır. Lap yaxşı. 5-in kvartı üstə gəl 12-in kvartı. 25 üstə gəl 144, eləyəcək 169. Bundan da kök alsam 13. Doğru cavab 13 A variantı. Baxaq növbəti suala. Burada nə istəyir? İbtidai funksiyasının ümumi şəkli. Qüvvətin üstünə 1 gəlirəm. 5-in üstünə 1, 6 və bölürəm 6-ya. Plus C-ni də yazacam. Evet. Bunlar ixtisar gedir. 2x üstə 6 plus C. Doğru cavab D variantı 10-cu da. Növbəti 11. A və B parametrlərinin hansı qiymətinə tənliklər sisteminin həlli 2 mənfi 3 cüt olar. Aparıb yerinə qoyuram. Birinci tənlikdə x-in yerinə 2 qoyanda 2 vur 2 4 çıx 3 y-in yerinə mənfi 3 qoyanda mənfi 3 oranı plus 9 bərabər də A-ya. Deməli A 13-dür. 2-ni yerinə qoyuram 3 vur 2 6 y-in yerinə mənfi 3 qoyuram 4 vur mənfi 3 mənfi 12 bərabərdir B-yə. Yəni B-nin də qiyməti 6-dan 12 çıxanda mənfi 6 olacaq. B mənfi 6, A da 13 olacaq E variantı. Növbəti sual. F-in törəməsi mənfi 1-i hesablayın deyir. Bunu 2x-in üstü, 3-ün üstü mənfi 5 kimi yazsam. İndi törəmə tapıram da. Törəmə necə tapılır? Qüvvət keçir qarşıya. Mənfi 5 keçdi qarşıya. Qüvvətdən 1 ərsik. Mənfi 5-dən 1 çıxanda mənfi 6. Və burada mürəkkəb funksiya olduğuna görə bunun da törəməsinə vurmalıyam. 2x üstə gəl 3-ün törəməsi nədir? 2-dir. Yəni bunu bir dənə də 2-yə vurmalıyam. Belə. Törəməni yazdıq. İndi həll edək. X-in yerinə nə qoy deyir? Mənfi 1 qoy deyir. Mənfi 5. X-in yerinə mənfi 1 qoyanda mənfi 2 üstə gəl 3-ün üstü mənfi 6. Vur 2. Bu eləyir 1. 1-in üstü mənfi 6 eləyir 1. Bu getdi. Mənfi 5-i 2-yə vuranda mənfi 10. Doğru cavab C variantı. Növbəti sual. 100-ə bölünməsindən alınan qalıq istəyirəm. Permutasiya deməli 10 faktorial bölünsün 10 çıx 3 faktorial. Yəni 7 faktorial. Buna yazdıq. Üstə gəl, vurulsun. Bu nədir? 7 elementdən 7. Elə 7 faktorial deməkdir də. Elə 7 faktorial. Üstə gəl 225. İndi buranı həll eləsəm, 7 faktoriallar ixtisar getdi. Qaldı 10 faktorial. 10 faktorialımız 10-dan 1-ə qədər rəqəmlərin hasildə 10 vur 9. Bunu göstərmək istəyirəm sizə. Ona görə açıq yazıram. 2 vur 1. Üstə gəl 225. Fikir versəz, bu 100-ə bölünən ədəddir. Tam bölünən ədəddir. Niyə? Çünki 5 ilə 2-nin hasili 10-dur. Onu da bu ona vuranda eləyir 100. Yəni bu tam bölünür. Biz bir dənə 225-in 100-ə bölünməsindən alınan qalığı tapacağım. O da 2 dəfə düşür. Qalıq 25. Doğru cavab D variantı. Növbəti sual. Deməli, 14-cü sualda deyir ki, konus çəkək. Doğranı 5 kök altda 2-dir. Ox kəsiyinin sahəsi də 25-dir. Bura konusun ox kəsiyinin sahəsi deməli, vur h-dır da. Ox kəsiyinin sahə düsturu, vur h-dır. İndi,
Bu bir şeyə diqqət eləsək, buna 25 deyirsəm, fikir də veririk ki, doğranın 5 kök 2-dir. Bu düzbucaqlı üçbucaqda katetlər bərabər olanda A kök 2 kimi olur da. Yəni bu 5, bu da 5 olmalıdır ki, mənim doğranım 5 kök 2 olsun. Və hasilim də, bəli, 5-i 5-ə vuranda 25 edir. O kəsrin sahəsi də 25 olmuş olur. Deməli, bu konusun radiusu 5-dir. Tam səthinin sahə düsturunu istəyir. Tam səthinin sahəsi pi r üstə gəl oturacağın kvadrat. Yəni bu deməli yan səthinin sahəsi, bu da oturacağın sahəsi. İndi yerinə yazaq. Pi r-imiz 5-dir. R-imiz də 5 kök 2-dir. Üstə gəl pi r-in kvadratı. R-imiz 5-dir, 25 pi olur. 5-i 5-ə vuranda burada 25 kök 2 pi, üstə gəl 25 pi. 25 pi-ni mötərizə xaricinə çıxartsam, burada qalacaq kök 2 üstə gəl 1. Belə. Kök 2 üstə gəl 1. 25 pi, burada da kök 2. Doğru cavab C variantı. Bax, növbəti suala. Növbəti 15-ci sualda yarışda 150 oğlan 50 qız iştirak edir. Oğlanlar bütün yarışçıların neçə faizini təşkil edir? Bütün yarışçılar 150 ilə 50-ni toplayıram ki, 200 nəfərdir. Oğlanlar bütün yarışçıların neçə faiz dediyinə görə oğlanların sayını bölürəm bütün iştirakçılara və vururam 100%. Bunlar getdi 150-ni də 2-yə böləndə 75%. Doğru cavab A variantı. Növbəti sual. 21. Hansılar kəsişən iki müstəvi arasındakı bucağın dərəcə ölçüsü ola bilməz? Kəsişən iki müstəvi arasındakı bucaq 90 dərəcədən kiçik olmalıdır da. Ola bilməzi soruşur bizdən, düzdür? Ola bilməz deyirsə 1-ci, 4-cü və 5-ci. 1, 4 və 5. Doğru cavab B variantı. Növbəti sual. Perimetri 24 cm olan düzgün altıbucaqlının daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Perimetri 24-dür. Düzgün altıbucaqlıdırsa 24-ü 6-ya böləndə, deməli bu altıbucaqlının tərəfi 4-dür. Düzgün altıbucaqlının daxilinə çəkilmiş çevrənin radiusunu istəyir. Düzgün altıbucaqlıda daxilinə çəkilmiş çevrənin radiusu 2 tangens 180 böl n. 180 böl 6 yəni. Tərəfimiz də 4-dür tapdıq. 2 vurulsun. Tangens 30. Tangens 30-da 1 bölünsün kök 3 alır. 2 ilə 4 qısar gedir. Kök 3-də qalxır sürətə. 2 kök 3 doğru cavab olur. 2 kök 3 B variantı. Növbəti sual. ABC üçbucağının B iti bucaq təpəsindən BD medianı çəkilib. Çəkək. A, B, C. B iti bucaq təpəsindən BD medianı. Medianı ilə çəkək. Qarşı tərəfi yarı bölsündə. AB 2-dir. BC 2 kök 2-dir. Bucaq CBD 30 dərəcə olarsa, ABC üçbucağının ABC bucağının dərəcə ölçüsünü tapın. Yəni bu bucaq, bütöv B bucağını istəyir. Mediandır. Deməli 2 kök 2, bu qarşı tərəflər bərabərdir. X mediandır da yarı bölübdür. Sonra B iti bucaq təpəsindən BD medianı çəkilib. AB 2-dir, BC 2 kök 2-dir. CBD 30 dərəcə olarsa, ABC bucağının dərəcə ölçüsünü bizdən istəyir. 2 kök 2. Deməli, bu məsələni həll eləmək üçün, deməli, bu tərəf bilirik, bucaq bilirik. Yəni, sinüslər teoremi ilə getmək olar. Necə deyək? Bizdən bura bir alfa desəm, bu bucağa bir alfa desəm, bura beta desəm, onda bu bucaq 180 dərəcə çıxılsın, alfa plus beta olacaq. Bu isə qonşu bucaq olduğuna görə alfa plus betadır. İndi sinüslər teoremini yazaq. İlk öncə bu üç bucaq üçün yazsam 2-nin onun qarşısındakı tərəfin sinusuna nisbəti 180 çıx alfa plus betaya nisbəti bərabərdir. X-in
onun qarşısındakı bucağın sinüsünə, yəni sinüs alfaya nisbətinə. Betliyə ehtiyac yoxdur. Elə alfaları yazıram. Bu 180 çıxılsın nə deməkdir? İkinci rübə düşür. İkinci rübdə sinüs müsbətdir. Onda onu çevirmə düsturuna əsasən elə sinüs alfa plus beta kimi yazıram. Bu sinüs alfa plus betanın əvəzinə düşünürəm ki, digər üçbucaqda sinüslər teoremini tətbiq eləsəm, bax bu üçbucaq üçün. 2 kök altda 2-nin sinus alfa plus betaya nisbəti bərabərdir. X-ın onun qabağındakı bucağın, yəni sinüs 30-a nisbəti. Sinüs 30 dərəcədə 2-də 1 alır. Sinüs 30 dərəcənin yerinə 2-də 1 yazacağım. Bax, bunun yerinə 2-də 1 yazacağım. Bu 2-də qalxanda yuxarı 2x eləyir də. O 2-lər, onda sinüs alfa plus beta nəyə bərabərdir? 2 kök altda 2-nin bu 2-də yuxarı qalxanda 2x-a nisbətinə. 2-lər ixtisar gedir. Deməli, sinüs alfa plus beta kök altda 2 böl x deməkdir. Əvəzləmə eləyəcəm də. Gətirib burada sinüs alfa plus betanın yerinə kök altda 2 böl x yazacağam. Bu x də qalxsa surətə, indi qaldıracağam. Burada da sinüs alfadır. X qalxır surətə, olur 2x bölünsün kök altda 2 bərabərdir. X bölünsün sinüs alfa. X-lar gedir. Sinüs alfa nəyə bərabərdir? 2 böl kök altda 2-yə. Bunu da ixtisar eləsəm, bir dəqiqə, nəyəsə tərs yazdıq. Yəqin ki, burada səhv elədim. Sinüs 30-da 2-də 1 alır. Sinüs 30-da 2-də 1 alır. 2 kök altda 2-nin 2x-a nisbəti. Burada kök altda 2 böl x qalır. Burada da kök altda 2 böl x yazsam. Sinüs alfa bərabərdir. 2 sinüs alfa bərabərdir kök altda 2-yə. Sinüs alfa da bərabərdir kök altda 2 böl 2-yə. Kök altda 2 böl 2-yə. Kök altda 2 böl 2-nin də sinüs alfa hansı dərəcədə alır? 45 dərəcədə. Deməli, alfa 45-dir. Alfa 45-dirsə, bax, bu alfa 45-dir. Bizdən tövbükdə buranı istəyir də. 45-in də üstünə 30 dərəcə gəlirəm. Olur 75 dərəcə. Belə. Bunun cavabı 75 dərəcə. 23-cü sualım. Keçək 24-də. Kosinus x bərabərdir 0, 1 çıx sinüs x bərabərdir 0 tənliyinin mənfi 2pi 4pi parçasında neçə həlli var? Deməli, bunun həlli kosinus x bərabərdir 0-dır da. Amma məxrəc də 0-dan fərqli olmalıdır. Yəni, sinüs x 1-dən fərqli qiymətlər almalıdır. Yəni, 1 ala bilməz. X 0-ı harada alır? Pi bölü 2 plus pi k-da. Bu tənliyə görə. Amma elə eləməliyəm ki, sinüs 1 qiymətini almasın. Sinüs 1 qiymətini harada alır? Pi bölü 2-də. Sonra gəlir təzədən tam dövr eləyir. Yəni, pi bölü 2 plus 2 pi k-larda sinüs x 1 alır da. Elə eləməliyəm ki, olmasın. K-ya başlayıram qiymətlər verməyə. 0 versəm, olacaq pi bölü 2. Yəni, k-ya 0 versəm, pi bölü 2 alacaq bu. Olmaz. Onda sinüs x 1 olur. K-ya verirəm 1. Pi bölü 2 plus pi. Eləyir 2-də 3 pi. Olar. K-ya 2 versəm, olmaz. Yenə gəlib sinüs orada 1 alacaq. K-ya 3 versəm, pi bölü 2 üstə gəl 3 pi. Eləyəcək 2-də 7 pi. 2-də 7 pi hələ 4-ə çatmayıb. 4 piyə çatmayıb. K-ya 4 versəm, artıq 4 pini keçir. Deməli, burada 2 dənə. Yəni, müsbət qiymətlərdə 2 dənə qiyməti var. Mənfilərə baxaq. Mənfi 2 piyə qədər qiymətlərə baxaq. Pi böl 2-dən çıxacam pini. Eləyəcək mənfi pi böl 2. Mənfi pi böl 2-də sinus mənfi 1 alır. Olar. Mənfi pi böl 2 qiymətini ala bilər. Bunu götürəcəm. Pi böl 2 çıx. İndi k-ya 2 pi verirəm. K-ya 2 verirəm. 2-də mənfi 3 pi. Bəli, bunu da götürə bilərəm. Yox, bir dəqiqə. 3 pi böl 2 270 dərəcədirsə, mənfi 3 pi böl 2 gəlir orada 1 alır. Müsbət 1 alır. Yox, olmaz. Bunu götürə bilmərəm. Bunda sinüs müsbət 1 alır. Məsələn, növbəti qiymət artıq mənfi 2 pini keçəcək. Onları götürmürəm. Neçə həlli var deyir? 3 dənə. 3 dənə bu parçada həlli var.
Baxaq növbəti 25-ci suala. Buraları silək. Limit verir. 25-ci sualda limitdir. Deməli, limiti necə yazırıq? Limit x yaxınlaşır pi böl 8-ə. Sürətə kosinus kvadratı 4x-i düsturu 1 çıxılsın sinus kvadratı 4x kimi yaza bilərəm. 1 çıxılsın sinus 4x. Sürətin müxtəsərə görə, bunun başına kvadrat qoysam, müxtəsərə görə aça bilərəm də. Bu da limitdir. 1 çıx sinus 4x 1 plus sinus 4x yaza bilərəm. Məxrəcə də 1 çıx sinus 4x var. 4x bunlar gedir. Qalır limit x yaxınlaşır pi böl 8-ə 1 plus sinus 4x. İndi aparıb x-in qiymətini yerinə qoyuram. Sinus 4 vurulsun pi böl 8. Bunlar ixtisar gedir 2. Sinus pi böl 2 də 1 alır. 1-in üstünə 1 cavab 2. Doğru cavabımız olacaq 2. Baxaq növbəti suala. 26-da düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü və tənbülən arasındakı bucaq 20 dərəcə olarsa, bax düzbucaqlı üçbucaq çəkək. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü ilə tənbülən arasındakı bucaq 20 dərəcədir. Bax düzbucaq təpəsindən hündürlüklə tənbülən çəkdim. Bura 20 dərəcədir. Bu üçbucağın böyük iti bucağının dərəcə ölçüsünü tapın. Biz bilirik ki, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü ilə tənbülən arasındakı bucaq iti bucaqların fərqinin yarısı ilə tapılır. Bu 20 dərəcədirsə, deməli iti bucaqların fərqi 40 dərəcədir. Və həmçinin bilirəm ki, düzbucaqlı üçbucağın iti bucaqların cəmi də 90 dərəcədir. Buradan tərəf-tərəfə toplayıram. 2 alfa 130-dursa, alfa 65 dərəcədir. Alfa 65-dirsə, beta da deməli 25-dir. Bizdən nə istəyir? Böyük iti bucağını istəyir, ona görə də 65 dərəcə. Belə. Sonra 27-də uyğunluğu müəyyən edin. Alfa 0 pi böl 2 olarsa, deməli, uyğunluğu müəyyən edin. Ən böyük qiymət ən kiçik qiymətdən danışır da, düzdür? Deməli, sinus alfa 0 pi böl 2 arasındadır, deyir alfa. Gəlin bunu burada göstərim. 0 dərəcə hardadır? Buradadır. Pi böl 2 hardadır? Buradadır. 0, bu deməli kosinus oxudur. Bu da sinus oxudur. Düzdür? 0 pi böl 2 arasında 0'ı da alır, pi böl 2'ni də alır. Ən böyük sinus bu aralıqda 1'i ala bilir. Yəni pi böl 2 bura daxil olduğuna görə, qapalı mötərizə olduğuna görə 1'i ala bilir. Deməli ən böyük qiymət 1 üstə gəl 2 olacaq 3. Ən böyük qiymət 3. 1'ə uyğun gəlir B. Bəs ən kiçik qiymət sinus bu aralıqda ən kiçik 0 alır. Yəni 0 dərəcədə 0 alır. 0'ın üstünə 2 gəlirəm. Ən kiçik qiymət də 2'dir. Bəli, E də uyğun gəlir. İkinci, kosinus alfa çıx 1. Kosinus alfa bu aralıqda ən böyük nə alır? 0 dərəcədə 1 alır da kosinus. Ən böyük 1 ala bilir. 1 çıx 1 eləyəcək 0. Deməli, ən böyük qiyməti 0'dır. Ən kiçik qiymət. Kosinus burada ən kiçik 0 alır. Pi böl 2 də 0 alır. 0 çıx 1 mənfi 1. Ən kiçik qiymət mənfi 1. C uyğun gəlir ancaq. Üçüncü, sinus alfa plus kosinus alfa. Sinus alfa plus kosinus alfa deməli nəyini istəyir? Ən böyük, ən kiçik qiymətdə. Bilir ki, sinus alfa plus kosinus alfanın qiyməti, ən böyük qiyməti hər ikisinin 45 dərəcə olan halı üçün kök altda 2-yə bərabərdir. Kök altda 2-yə bərabərdir. Ən böyük qiyməti kök altda 2, deməli A variantıdır. Belə, hər ikisinin, yəni sinus alfa plus kosinus alfanın qiyməti kök altda 2-dir də. Alfalar eyni olmalıdır axı. Fərqli də olanda, yəni, məsələn, pi böl 2 desək, sinus pi böl 2-də 1 alır, kosinus pi böl 2-də deməli 0 alır. 1-in üstünə 0, 1 eləyir də, yəni bu ən böyük qiymət deyil. Belə, uyğunluğumuz oldu bu şəkildə. Baxaq növbəti suala. Aha, artıq keçdik həlli tələb olunan suallara. Məsələmizi oxuyaq. Deyir ki, yarış kompleksinin həyətində quruculuq işləri aparmaq üçün 4 tip yük maşını ilə tikinti materialları gətirildi. Aha, 4 tip yük maşını ilə tikinti materialları gətirildi.
A tipli maşının hər biri C tipli maşının hər birindən 2 ton az. Deməli 4 dənə tip var. A tipi, B tipi, C tipi, D tipi. İndi nə deyir? Bunların hamısının qabaqlarını dolduraq. Nə deyirsə aydın olsun bizə, sonra məsələlərimizə baxaq. Deyir ki, A tipli maşının hər biri C tipli maşının hər birindən 2 ton. A tipi C tipinin hər birindən 2 ton az yük gətirir. Aha, deməli C tipi X ton yük gətirirsə, A tipi X-2 ton az yük tutur. B tipli maşının hər biri isə D tipli maşının hər birindən 3 ton az yük gətirir. D tipli maşın Y ton yük gətirə bilirsə, B tipi Y-3 ton yük gətirəcək. Həyətin müəyyən hissələrini rəngləmək üçün ağ və göy boyalar uyğun olaraq 2/3 nisbətində qarışdırıldı. Aha, bunu da burada qeyd eləyək. Ağ, göy uyğun olaraq ağdan 2K nisbətində qarışdırılıbsa, göydən 3K qarışdırılacaq. 2-nin 3-ə nisbətindədir də deyir uyğun olaraq. Həyətdə düzbucaqlı, üçbucaq formalı sahənin daxilində iki təpəsi katetlər üzərində, digər iki təpəsi beton üzərində olan kvadrat formalı oyun meydançası quruldu. Bax, burada şəkil veribdir. Şəklimiz bu şəkildədir. Bu sahənin qalan hissələrinə güllər əkildi. Aha, oyun meydançası qurub, qıraqlarına da güllər əkiblər. Belə. Hələ ki, məsələmiz bu qədər. İndi 28-ə baxaq. Görək nə istəyir. 150 kiloqram qarışıq boya istifadə edildikdən sonra əlavə işlər görmək üçün daha 75 kiloqram yalnız ağ boyadan istifadə edildi. 150 kiloqram deməli həm ağ həm göy boyadan cəmi istifadə olunubdur. Rənglənməyə ümumilikdə istifadə olunan boyun necə? Deməli 2K ilə 3K-nı qatıblar. 2-nin 3-ə nisbətində qatıblar da. Cəmi 150 ton, 150 kiloqram boya istifadə olunub. 5K 150-dirsə, K deməli 30-dur. Belə çıxır ki, ağdan 2 vur 30, 60 kiloqram, göydən isə 3 vur 30, 90 kiloqram boya istifadə olunubdur. Və deyir, daha sonra 75 kiloqram yalnız ağ boyada istifadə ediliblər. Üstünə gəlirəm 75. 135 kiloqram deməli cəmi ağ boya, 90 kiloqram cəmi göy boya istifadə ediblər. Deyir, rənglənməyə ümumilikdə istifadə olunan boyanın neçə faizini göy boya təşkil edilir? 90-ın ümumilikdə istifadə olunan 90 üstə gəl 135-ə nisbəti, yəni ümumilikdə istifadə olunan boyadır bu. Vurulsun 100-ə. Bunu hesablayaq. Faizə çevirdim də. 90-ın 5, 12, 225 vurulsun 100-ə. İxtisarlara baxaq. 5-i ixtisar eləsəm 20, 5-i ixtisar eləsəm 45, 5-ə ixtisar eləsəm 9, 5-ə ixtisar eləsəm 4, 9 ilə 4, 10, 4-ü 10-a vuranda 40%. Deməli, ümumilikdə boyanın 40%-i göydür. Doğru cavab 40%. Növbəti, 29-a baxaq. A tipli 3, B tipli 2 maşın bir dəfəyə birlikdə 21 ton. Aha, buranı bir dənə buna baxın, sileyim bunun həllini. Sonra keçək 29-un həllini də burada yazım. Aha, 29-un həlli. Deyir ki, burada bundan istifadə edəcəm. Yəni, bunun qabağını dolduracam. Deyir, A tipli 3 dənə maşın gətiriblər. Bir dənəsi X-2 tutursa, 3-ü vururam X-2-yə. Yəni, 3-dən gətiriblər. B tipli də 2 maşın. B tipli 2 maşın. B tipli də bir dənəsi Y-3 ton yük tutursa, 2 dənəsini 2-yə vururam. Cəmi edir 21. Bərabərlədim 21-ə. Ton yük gətirdim. Keçdim. C tipli 2 dənəm. 2 C-nin X-dır. D tipli də 3 dənə maşın gətirdilər. Birlikdə 32 ton yük gətirdi. Bərabərdə 32. A tipli bir maşının bir dəfəyə neçə ton yük gətirdiyini tapın. Məsələn, təyinlər sistemidir də. Həll edirəm. Yuxarını vurub açsam, 3x çıx 6 üstə gəl 2y çıx 6 bərabərdir 21-ə. 6-lar eləyir -12, -12-ni də o tərəfə atacam. 3x üstə gəl 2y bərabərdir 21-in üstünə 12 gəlirəm. 33.
Aha, ikinci tənliyimizdə yazıram. 2x plus 3y də bərabərdir 32. İndi bu tənliklər sistemini ancaq həll edib x, y tapacam. Tənliklər sistemini həll eləmək üçün tərəf-tərəfə toplasam yox, x plus y tapacam. Mənə x plus y lazım deyil də. Mənə nə lazımdır? A tiplini soruşursa mənə x lazımdır. Deməli y-i yoxa çıxartmalıyam. Bura mənfi 3 vururam, burada 2 vururam. Eləyəcək. Bunu 3-ə vuraq, bunu mənfiyə vuraq. Cavabımız mənfi eləməsin. 9x üstə gəl 6y bərabərdir 99-a. Bu da eləyir mənfi 4x çıx 6y bərabərdir mənfi 64-ə. Tərəf-tərəfə toplayıram. Y-lər gedir. 9x-dən 4x çıxanda 5x bərabərdir. 99-dan 64 çıxıram. 35. 35. X də bərabərdir 7. X-i tapdım. Mənə x lazım idi. Çünki məndən nə soruşur? A tipli bir maşının bir dəfəyə neçə ton yük gətirdiyini tap. A tipli bir maşın bir dəfəyə x çıx 2 ton gətirir. X-in də qiymətini 7 tapdım. 7 çıx 2, 5 ton yük gətirir A maşını. Doğru cavab 5 ton. Digərlərini soruşsa, digərlərini yerinə qoyarsan y tapdım. İndi A-nı soruşur deyə biz ancaq x lazım idi. Növbəti 30-u. Hipotenuzun hər iki ucu oyun meydançasında, burada nə yazılır? Gəlin baxım. Oyun meydançasından 8 metr məsafədə olarsa, hipotenuzun hər bir ucu, aha yazıb da bura 8. 8 metr məsafədə olarsa, gül əkilmiş hissələrin ümumi sahəsini tapın. Başqa da heç nə verməyim. Şərtdə nəsə vermişdi. Düzbucaqlı formalı sahəni yox. Heyətdə düzbucaqlı, üçbucaq formalı sahənin daxilində iki təpəsi katetlər üzərində, digər iki təpəsi kvadrat formalı. Aha, bu kvadrat formalı meydançadır. Bu sahənin qalan hissələri. Gül əkilmiş. Bu kvadrat formadır. X, 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 x. Bunlar bərabərdir. Kvadratdır da. Sonra 8, 8. Bunlara x-lar düşdü. Belə baxıram ki, indi necə edirik? Deməli, gəlin bucaqlara baxaq. Bu bucağa bir alfa desəm, bura 90-dır da. Bu bucağa bir alfa desəm, buna da beta deyirəm də. Biraz bu qələm balacadır. Bura bir alfa desəm, bu 90-dır, düzdürmü? Bu da 90-dır da. Buna alfa desəm, buna beta desəm, bunların bucaqları eyni olmalıdır. Niyə? Çünki bu x-dır, bu 8-dirsə, məcburdur bu y, bu da y olsun. Ona belə çıxır ki, bunlar eyni üçbucaqlardır da. Eyni üçbucaqlardır. Bucaqları da eyni olmalıdır. Ona bu alfadırsa, o betadırsa, bu betadırsa, bu da alfa olacaq. İndi buradan bu üçbucaqlar deməli oxşardılar. Bu üçbucaqlar oxşardılarsa, nisbətlərlə biz tərəfləri tapa bilərik. Ona yazıram. Alfanın qabağındakı tərəfin 8-in, söhbət bu üçbucaqdan gedir. Bax, birinci bu üçbucaq üçün deyirəm. Alfanın qabağındakı tərəfin 8-in, digər bu üçbucaqda alfanın qabağındakı tərəfi x-a nisbəti bərabərdir. Bu üçbucaqda betanın qabağındakı x-in, bu üçbucaqda betanın qabağındakı 8-ə nisbətdir. Tənasüblə x kvadrat bərabərdir 64, x olur 8. Deməli, tapdıq ki, bu daxildə yerləşən kvadratın tərəfləri 8-dir. Buraları silək, təzədən yazarıq. Deməli, burada 8-dir. Deməli, bura 8-dir. Yəni, bunların hamısı nədir? 8-dir. Onda bunlar deməli necə bucaqlardılar? Bərabər olmalıdırlar da. Bərabər yalnız uzaq üçbucaq oldu axı. 45 45. Təbii ki, bu da 45 45. Artıq nə olduğunu bilirəm bunların da. Alfa, beta yazmıram. Düzbucaqlı üçbucaq bərabər yalnız düzbucaqlı üçbucağın hipotenuzu katetin kökdə 2-si olur. Yəni 8 kökdə 2-dir. Onda bu 45-dirsə, bu 90-dırsa, təbii ki, bu da 45-dir. Bu 45-dirsə, bu 90-dırsa, təbii ki, bu da 45-dir. Onda deməli, burada yerləşən bu düzbucaqlı üçbucaqda bərabər yanlıdır. Onda hipotenuz 8 isə, deməli, kateti 4 kökdə 2 olmalıdır ki, hipotenuzu 8 olsun. Burada 8 kök hətta 2-dir. Nə istəyir məndən? Sahəni, güllər əkilmiş hissənin sahəsini və salam. Güllər əkilmiş 3 dənə hissə var.
Birinci buranın sayısını yazsam. Biraz bunu böyüdüm qələmi. Birinci buranın sayısını yazsam. Katetlərin AS'nin yarısı. 8 vur 8 böl 2. Bundan 2-dən də axı biri də burada var. Ya istəsəz üstə gəl qoyub eyni şeyi təzədən yazın, ya da bunu 2-yə vursaq elə kifayətdir. Üstə gəl. Bir dənə də qaldı buradakı bu düzbucaqlı sahəsi. Onun da katetləri 4 köşətdə 2-dir. 4 köşətdə 2 vur 4 köşətdə 2 böl 2. Bərabərdir. 2-lər getdi. 8 8 var da 64. Burada da köşətdə 2-nin köşətdə 2 var da 2 eləyir. Bu 2 ilə gedir 16. 64-ün üstə 16 gələndə 80. Doğru cavab 80 olur sahəmiz. Belə, bugünkü imtahanda düşən riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.